Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, mən İran barəsində yenə də pessimist notlarla çıxış edirəm və bildirirəm ki, 2-3 aya da İranda çox ciddi hadisələrin biz şahidi olacağıq. Niyə görə mən bunu deyirəm? Baxın, 2015-ci ildə İrana qarşı sanksiya götürülmüşdü. Xatırlayırsınızsa, İran da bunu bayram eləyirdi. Bizim televiziyalarımızda da bundan danışılıb, əlbəttə ki. Amma bu günlərdə Avropa Birliyi və BMT yenidən İrana sanksiya, o ölümcül sanksiyalarını 10 ildən sonra tətbiq etdi. Bu sanksiyaları hər şeyi əhatə eləyir və doğrudan da İran iqtisadiyyatının belini qırmış olur. Məsud Pezeşkiyan nə qədər istəsə də bunun öhdəsindən gələ bilmədi. Avropa ilə də danışmaq istədi, Amerika ilə də danışmaq istədi, amma öhdəsindən gələ bilmədi. Nədən? Çünki bugün Avropanı və BMT-ni aldatmaq mümkün deyil. Niyə aldatmaq mümkün deyil? Çünki hər kəs bilir ki, İranda qərar verici orqan və nüvə silahının istehsalı səfah və ali dini lider Xamneyə bağlı olan bir məsələdir və ona görə də BMT və Avropa Birliyi İrana yenidən sazcı pozduğuna görə ölümcül sanksiya tətbiq etmiş oldu. Yəni, bu ölümcül sanksiya hər şeyi özündə əhatə edəcək. Heç bir dövlətlər, hətta İranın dostu olan dövlətlər belə onunla münasibət qura bilməyəcək, onunla alverdən çəkinəcək. Baxın, bu günlərdə qəbul edilmiş hicab qadağasının ləğvi ki, mən bu barədə sizinlə danışmışdım. Bu da ondan irəli gəlir. Əslində qalsa, İran burada da müəyyən mənada dünyaya mesaj ötürmək istəyir. Həm dünyaya mesaj ötürmək istəyir, həm də xalqına mesaj ötürmək istəyir. Dünyaya o mənada mesaj ötürmək istəyir ki, deyir, mən sizlə hər cür şeyə hazıram. Görürsünüz, biz radikal deyilik. İstənilən vaxtda xalqımız nəyisə istədikdə ondan vaz da keçə bilirik. Bugün İran 1949-cu il, bu 1979-cu ildə qurulmuş İran İslam İnqilabının ən təməl prinsipi olan qadının başının örtülməsi məsələsindən də belə biz vaz keçə bilirik və 79-cu o sərt rejimi yumuşalda da bilirik. Bu əslində Avropaya bir mesajıdır. Həm də ikinci bir məsələ İran xalqına mesajıdır. Niyə? Çünki bu embargolardan sonra İranın vəziyyəti olduqca pisləşəcək və buna görə də xalqı ilə yenidən konfrontasiyaya getmək istəmir və istəyir ki, heç olmasa cəmiyyətdə narazılıq yaradan məsələlərdən vaz keçir və bunlardan biri də ən vacibi də 72% İranda qadınlar səs vermişdi ki, biz hicab istəmirik. Ona görə də burada da öz xalqına qarşı da müəyyən güzəştlərə getmiş oldu, məcbur oldu. Çünki bu 1979-cu il İslam dövlətinin qanunlarını sarsıldır, onun necə deyirlər, irəlilişini, onun təməl prinsiplərini sarsılır. Belə məhz buna görədir ki, radikal dindarlar məhz İranda bu qərardan sonra etiraz edir, mollalar etiraz etməyə başladılar. Amma hökumətin çıxış yolu yoxdur. Mən nə üçün deyirdim 2 ay, 3 ay İranda çox vəziyyət həddindən artıq pis olacaq. Və bununla əlavə, bununla bərabər, həm də yenidən İsrail təhdidi ortada var. Yenidən İsrailin ikinci dəfə İrana zərbə vurma ehtimalı yüksəkdir. Çünki bu barədə mən sizə məlumat vermişəm. İranın məhz, daha doğrusu Amerika məhz öz Qətərdə yerləşən bazalarına yeni qırıcılar təşkil etdi, yeni ordu birləşmələri gətirdi və yaxın şərqdə vəziyyət yenəcə odlu, alovlu olmaq ehtimalı böyükdür və bu dəfə də əgər ikinci dəfə zərbə endirilərsə, məhz Netanyahu BMT-də nə dedi? Netanyahu BMT-də dedi ki, biz İranın nüvə silahını harda gizlətdiyini belə bilirik. Baxın, İkinci dəfə əgər bu hadisə, bu müharibə başlayarsa, onda 100% bilin ki, nə İranın nüvə silahından, nə enerjisindən, nə ballistik raketlərindən, nə də ki, Ağay Xamneydən bir əsər qalmayacaq. Təşəkkür edirəm diqqətinizə görə.